burada bir sual vardı ki o ciddi mesele doğurur. O da bu ki biz neden ayrılmalıyıq və neden istiqlalı bu kadar e, yani mənfi göstərməliyik? Soru budur ki, mənim nə birləşdirir məsələn, mənim nə hoviyyəti müştərəkim var, nə bəluçla. Ya Mazəndaranlı ilə mənim Türk-Azərbaycanlının nə hoviyyəti müştərəksi vardı, etniki ya məsələn fərhəngi ya filan. Aynısı ərəblə, kürdünə, nə bilim Hurmuzqanlı ilə o Xəlidistan körfəzinin ətrafında insanların mənimlə birləşdirən bir şey var. İlla bu iki bir sıra türklər bir zamanlarda köçüblər, gediblər də yaşayıblar. Onların içində vardılar. Bu məni İranlı hoviyyət özüm mərif eləməyimə yetərmi? Bu əsaslarda vaqiyyəti bunlar məncə kifayət etmir. Bizdə kifayət qədər nədənlər vardı ki, əgər imkanlarımız çatsa, şəraiti o maddi fərahəm olsa, ayrılıb öz ölkəmizi quraq. Biz, mənim üzərimə çox gözəl duruma görə, vəziyyətə görə, məntiqi, o necə deyirlər, gücümüzə görə o nəzərə alaraq federalizmi təbliğ edib ona doğru gedə bilirik. Hətta üstündə birləşə bilərlər qurumlar, yaxşı problemi yoxdur. Mən bundan sorunum da yoxdur. Salam dostlar və əziz Babək bəy. Bu 3 dəqiqə küsur danışığızda cənab Yahya'ya bir cavab olaraq bir şeylər demişsiniz ki, mən hiss edirəm ki, bir neçə cümlə deməm zəruri gəlir. Əlbəttə, söhbətə girmədən cənab Yahya'nın baxış pəncərəsinin haqqında bir iki cümlə deyim. Baxın, cənab Yahya'nın baxış pəncərəsi, o baxış pəncərəsi ki, mənim vardı, yerdən göyə qədər fərqlidir. Yerdən göyə qədər. Və bu yerdən göyə qədərin səbəbi Yahya ilə mənim tarixi zəmini fikrimizin fərqli olmasıdır. Mən Türk xalqının Güney Azərbaycanda və ümumiyyətlə İranda milli çıxarları pəncərəsindən məsələyə baxıb və analiz və ya məntiq və ya tənqid eləyirəm. Amma cənab Yahya'nın pəncərəsi İran pəncərəsində bu xalqların mənafi nədir deyə görünməkdə və o açıdan məntiq, təhlil və ya intiqad yönətməsini aşkarca gözə çarpır. Yəni burada biraz sui təfahüm ortaya gəlməsin. Bu çox önəmli, çox önəmli məsələdir ki, bizim baxış pəncərəmiz bünyadən, əsasən baxış pəncərəmiz milli məsələyə və onun çözümünə İranda nədir və hangi pəncərədən biz buna baxırıq? Mənim baxış pəncərəm İran baxış pəncərəsi deyildir. Mənim baxış pəncərəm Türk xalqının, Türk millətinin genel olaraq İranda və özəl olaraq Azərbaycanda, Güney Azərbaycanda mənfəətləri və çıxarları söz konusudur. Bu çox həyati bir fərqlilikdir ki, umuram Dr. Yahya bəy də mənim sözlərimizi eşitsə, bu fərqliliyə bir diqqət çəksə çox sevinərəm. Amma Babək bəyin sözünə gəldiyimizdə ki, bizim məsələ bəluçlarla, məsələ kürdlərlə, məsələ ərəblərlə, məsələ giləklərlə nə ortaq bir şeyimiz var ki, onlara düşünək və ya onlarla gələcəyə məsələn plan və proqramımız olsun. Bu suala və ya bu soruna ki, bizim İranda başqa xalqlarla, xüsusilə qeyri-fars xalqlarla nə alış-verişimiz var deyə İran çərçivəsindən və ya İran pəncərəsindən baxdığımızda cənab Yahya'ya o suala cavab verməlidir. Amma bu suala Türk xalqının və özəlliklə Güney Azərbaycanın azadlığı söz konusu olanda mən o pəncərədən də, necə ki dedim, o pəncərədən məsələyə baxdığımızda orada qeyri-fars xalqlar, bəluçlar, ərəblər, kürdlər, Mazəndaranlılar, Gilanlılar, türkmənlər, lojlar nə rolu var deyə sizə izah edə bilərəm. Adın çəkdiyim baxış pəncərəsi, yəni mənim baxış pəncərəm bu məsələyə milli mənafeyimiz açısından qeyri-fars xalqlar İranda Güney Azərbaycanlının və ümumiyyətlə İranda türklərin milli haqqə sahib olmasında bir kilit rolu oynayırlar. Bu mənada ki, qeyri-fars xalqlar bu meydanda, yəni azadlıq üçün meydana gəlməsələrsə, yalnız Azərbaycan, yalnız türklər
özünü İranın faşist dövlətindən azad etməyə gücləri yoxdur. Amma qeyri-fars xalqların siyasi gücləri, yəni deyək qeyri-fars xalqlar Türk xalqının yanında durduğunda deyək Bəluçlar, Ərəblər, Lorlar, Türkmənlər, Kürdlər və Giləklər və hətta mərkəzdə olan bir seri demokrat insanlar və ya təşkilatlar varsalar, İranın siyasi çapında bizim xalqımızın azad olması o xalqlarla bərabər yürüyüb İranın mərkəzi gücünə qələbə çalma imkanımız vardır. Olarsızsa biz daimən əsarətdə olarıq. Yəni əgərsə İranda yalnız türklər olsaydılar, yalnız Azərbaycan, Güney Azərbaycan olsaydı və başqa xalqlar olmasaydılar, biz Türkiyənin gücünə düşərdik. Yəni farslar bizə daima hakim olardılar və biz türklər olaraq da heç zaman öz haqlarımızı əldə etməyə imkan tapmazdıq. Tıpkı Kürdlər Türkiyədə kimi. Elə dəqiqən buna dayanaraq qeyri-fars xalqlar İranda Türk xalqının azad olmasına, milli haqqı əldə etməsinə, hətta Güney Azərbaycanda özünə bir dövlət qurmasına kilit rol oynayır. Mərkəzi rol oynayır. Önəmli bir rol oynayır. Ki bunu bizim təəssüflə istiqlalçımız halən başa düşməmişdir. Ki başqa xalqların yanında hərəkət etmirsə, münzəvi olub, bastırılıb və Azərbaycan xalqının əsarəti davam edəcəkdir. Bundan daha qaranlıq bir tarix, qaranlıq bir gələcək ola bilirmi? Sual sadədir. Əcəba yalnız türklər və burada türklər də deyirlər. İstiqlal pəncərəsindən baxanda sual budur. Əcəba Azərbaycan da, Güney Azərbaycan, başqa xalqları İranda nəzərə almadan, yalnız öz gücünə dayanaraq, bilirsiniz Azərbaycanda, yəni Güney Azərbaycanda hər kəs istiqlal istəmir ki. Çox bir balaca kəsim, hətta mən indidən deyirəm sizə, %1 də belə, %1 də Azərbaycanda istiqlal istəmirlər. Əcəba Azərbaycan, Güney Azərbaycan dövləti mərkəzi İranın dövlətindən müstəqil olmağa bir gücü ya o lazimi gücü əldə edə bilərmi? Baxmayaraq ki, Babək bəy yenə diqqət mərkəzinə almır ki, bunu dəfələrcə təkrar edirəm ki, Azərbaycanın müstəqil olması tamam dövlətlərin dünyada o istiqlalı qəbul etməsindən keçir. Əcəba bir dövlət var dünyada o istiqlalı qəbul eləsin? Bir dövlət dedim ha, yoxdur. Burada deyim ki, qabaq danışıqlarımda demişəm, bir dövlətin Güney Azərbaycanı rəsmiyyətə tanıması, bir-iki dövlətin belə Güney Azərbaycanı rəsmiyyətə tanıması ilə Güney Azərbaycan dövləti dövlət olmaz. Necə ki, Quzey Qibris Türk Cumhuriyyəti Cumhuriyyət olmayıbdır. Yəni, indi bizim əziz Babək bəyimizə bu sual verək. İki pəncərədən. Bir, Azərbaycan başqa xalqlar olmayınca dövlət mərkəzinin qarşısında təkcə azadlığı üçün, öz haqqı üçün ha, heç istiqlal yox ha, yalnız öz haqqı üçün, İranın içində haqq qazanmaq üçün tək başına İranın dövlət mərkəzisindən o haqqı ala bilərmi? Cavab xeyirdir, ala bilməz. Məgər başqa qeyri-fars xalqlarla bərabər yürüyərək, o da yalnız bərabər yürüyərək deyil ha, güclü və bərabər yürüyərək eləyə bilərlər, bu xalqlar İranın siyasi coğrafiyasında haqq əldə etsinlər. İkinci faktora gəldiyimizdə, başqa dövlətlər Azərbaycanda elan olan istiqlalı rəsmiyyətə tanımayacaqlar, Azərbaycanda necə bir istiqlal əldə ola bilər? Və əgərsə ola bilməz, bu təkidat istiqlal üçün Azərbaycanda siyasi gücü parçalamaq, Azərbaycanın siyasi gücünü zəiflətmək mənasına gəlmirmi? Bugün ümumiyyətdə Güney Azərbaycanda və türklərin yanında istiqlaliyyət zehniyyəti bu xalqın, bu hərəkətin gücünün parçalanmasına, münzəvi olmasına, diskidici olmasına, ülküdücü olmasına səbəb olur. Cəmiyyəti milli hərəkətdən qaçıdır, diskidir, ülküdür. Buna görə istiqlal şüarı ilə bu aşamada müxalifət olur. Yoxsa istiqlal onurlu bir hədəfdir, amma olumlu bir şəraitdə. Və başqa bir səsdə demişəm ki, bugün Azərbaycana federal haqq, yəni Azərbaycanda dövlətçilik üçün
İranın siyasi coğrafyasında devletçiliğe savaşanlar hemen bu Azərbaycanın gələcəkdə bir müstəqil devlet olmasına çok büyük ve ciddi bir addım atırlar. Yani bu addım olmasa, yani İranın siyasi coğrafyasında Azərbaycan devlet sahibi olmayınca ikinci aşamaya, yani istiqlaliyyətə yürümək suyu həvəkləmək mənasına gəlir. Olmaz mənasına gəlir. Yanlış, böyük yanlışlığın mənasına gəlir. İkinci Dünya Savaşından sonra və Birləşmiş Millətlərin bərpası və xüsusilə uluslararası hüquqda ölkələrin torpaq bütövlüyü ilkəsi devletlərin görəvi olduğundan sonra acaba bir müstəqil devlet yaranıb ki, o devlet önceden federal formatta değilmiş. Yani bizim istiqlalçılarımıza siyasi tarix, siyasi hukuk, siyasi gelenek, bugün siyasi durum nedir diye hiç söz konusu değil. Yalnız oturup öz zihninde bir hayal kurmakla Güney Azerbaycan'da bir istiqlal kurulur mu? Böyle bir şey olabilir mi? Elə buna göre de Azerbaycan'da siyasi güc ne kadar gerçekçi olursa, ne kadar tarih bilirse, ne kadar bugünün siyasi ənənələrinə tanış olursa, o kadar gerçekçi bir strateji kuracak ve gerçekçi bir strateji hakikaten olursa, onun hayata geçmesi de elbette ki mümkün olabilir. Yani mümkünlere enerjimizi, vaktimizi koyursaq, namümkünləri mümkün edə bilərik. Amma xəyallara daldıqca, arzularımızı gerçek strateji saydıqsa, hərəkatımızın, xalqımızın əməkləri və ödədiyi bədəlləri sonuçsuz və nəticəsiz qalacaqdır. Belə bir durum gəlirsə, xalqımız yenə də həyatına əsarətdə devam edəcəkdir. İstiqlaliyyət şüarı ilə bu aşamada müxalifət dəqiqən və dəqiqən bu açıdandır. Sözüm uzandıysa məni bağışlayın.